Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Bugün mən sizə conjunctions mövzusunu izah edəcəm sizin xahişinizlə. Mövzu hər tərəflidir, geniş mövzudur. Biraz da mənimsənilməsi ağır olan mövzudur, çünki burada güclü yaddaş da tələb edir. Çalışacağım ki, videonu 2 və yaxud da 3 hissədə sizə çəkim ki, ardıcıl olaraq rahat şəkildə baxa biləsiniz. Deməli, bağlayıcılar, coordinating conjunctionslar femboys'dan yadınızda saxlaya bilərsiniz. Femboys verilən bu bağlayıcıların baş hərfidir. İki bərabər cümləni bir-birinə birləşdirir. Yeri gəlmişkən burada yet haqqında operativ məlumat verim. Yet bata bərabərdir. Tamamilə eyni məna daşıyır. Cümlənin ortasında gəlir. Və bu zaman özündən əvvəl virgül qoyulur. Nümunədə bunu görürsünüz. He is rich, yet he is unhappy. Eyni zamanda yet və bata mənaca bərabər olan however, nevertheless, nonetheless bunlar da amma lakin kimi tərcümə edilirlər və sinonim bağlayıcılardır. Əgər boşluqdan əvvəl nöqtə və ya nöqtəli virgül, boşluqdan dərhal sonra isə virgül varsa, cavab 99% however və yaxud da nevertheless bağlayıcısıdır. Buna aid misalları görürsünüz. Deməli, bizim burada göstərdiyimiz coordinating bağlayıcılara aid nümunələr var. Növbəti hissələrdə bu bağlayıcıların hər birisi haqqında ayrıca məlumat veriləcək. Daha sonra ikinci subordinating conjunctions'dır. Ən çox işlədilən və soruşulan və sizin test tapşırıqlarında rast gəldiyiniz bağlayıcılardır. Bunları bir video materialları dayandırıb rahat şəkildə baxa bilərsiniz. Hərisinə aid cümlələr verilib. Üçüncü, correlative conjunctions'dır. Bunlar cüt şəkildə işlənən bağlayıcılardır. Cümlədə eyni qrammatik funksiyaları, sözləri, söz birləşmələri və yaxud da cümlələri bir-birinə birləşdirir. Hər birisinin ayrılıqda tərcümələrini qeyd eləmişəm. Burada siz onları görürsünüz. Daha sonra correlative bağlayıcılar haqqında paralel quruluş tələb etdikləri üçün bu bağlayıcılara fikir verirsiniz və sizin diqqətinizi bir şey cəlb edim ki, bu correlative bağlayıcılar eyni mənalı cümlə üzvlərini, birləşmələri bir-birinə bağlayır. Tərcümədə buna diqqət yetirirsiniz. He not only speaks English but also writes in fluently. Göründüyü kimi eyni nitq hissəsini bir-birinə bağlayıb. Amma desək ki, he not only speaks English but also a good writer. Burada ayrı-ayrı fikirlər ifadə olunduğuna görə biri peşəni göstərir, bir də hərəkəti İngiliscə yaxşı danışdığını göstərir. Bu ifadə yanlışdır. Çünki burada paralellik pozulmuşdur. Xüsusilə müdavimlər buna fikir versinlər. Whether or not bağlayıcısı. Bunun haqqında da geniş məlumat var. Bu bağlayıcı yoxsa bunları iflə çox vaxt qatışdırılır. Ona görə bunun üzərində geniş dayanacağım. Hər ikisi isim budaq cümlələrində ıb, ib, ub, üb kimi tərcümə olunur. Gedib getməyəcəyi mənasını verir. Amma aralarında fərqlər vardır. Gəlin bu fərqləri diqqətə alaq. Əgər boşluqdan dərhal sonra or not gələrsə, yanına whether seçə bilərsiniz. If or not deyə bir ifadə strukturu yoxdur. Nümunəyə baxırıq. I don't know whether or not he will come. Onun gəlib gəlməyəcəyini bilmirəm. Əgər boşluqdan əvvəl sözünü in, on, at, about və s. bu kimi sözünlər varsa, mütləq whether seçilməlidir. If sözündən sonra gəlməz. Buna aid misalı görürsünüz. We talked about whether we shall go. Gedib getməməyiniz barədə danışdıq. Daha sonra cümlə boşluqla başlayarsa, mübtəda budaq cümlədisidirsə, bu zaman whether işlənir. If cümlənin başında bu mənada işlənə bilməz. Whether he will win is uncertain. Onun qalib gəlib gəlməyəcəyi qeyri-müəyyəndir. Yoldaşlar, if əgər həm də şərt bağlayıcısıdır, bu zaman onun sinonimi provided z, providing z şərti ilə əgər, as long as, so long as, nə qədər ki şərti ilə, onun condition z o şərtlə ki bağlayıcılarını əvəz edə bilər. Onları bir-birinə mənaca bağlıdırlar və eyni qaydalara tabidirlər. Özlərindən sonra gələcək zaman tələb etmirlər. Buna fikir verirsiniz. Daha sonra correlative bağlayıcı not only but also. Bildiyimiz kimi inversiya dərsindən bilirsiniz ki, bunlar
inversiya yaradan bağlayıcılardır və burada mən müdavimlərə daha asan da olsun və vərdiş yaransın deyə inversiya olmuş nümunə çəkmişəm. Not only did he apologize, but he also paid. Daha sonra either or, neither or bağlayıcılarıdır. Bildiyimiz kimi nəqli cümlələrdə yaxınlıq qaydası deyilən bir qayda vardır. Bu qaydanı nəzərinizə çatdırım, önəmlidir, xüsusilə müdavimlər üçün. Bu bağlayıcılarda xəbər hər zaman özünə ən yaxın dayanan mübtədaya baxır. Nəqli bir cümlə götürək, either the teacher or the students. Students cəm olduğuna görə xəbəri də burada cəm vermişik. Və yaxud da əgər xəbəri tək götürmək istəyiriksə, mütləq şəkildə oradan, nordan və yaxud da batılsadan sonra gələn deməli, isim təkdədirsə, xəbəri təkdə veririk. Nümunədə bunu görürsünüz. Either the students or the teacher. Teacher tək olduğuna görə xəbər də burada təkdir. Əziz müdavimlər və magistrlar, abituriyentlər, sual cümlələrində köməkçi feil to be'nin formalarıdır, to do'nun formalarıdır, to have'in və yaxud da digər formalar, modal feillərin özləri olsun, to be able to və s. cümlənin önünə keçdiyi üçün yaxınlıq qaydası avtomatik olaraq birinci mübtədaya tərəf sürüşür. Çünki köməkçi feilə ən yaxın olan artıq birinci mübtədadır. Sual cümləsində boşluq cümlənin lap əvvəlindədirsə, dərhal birinci mübtədaya baxıb ona uyğun deməli köməkçi feili təyin edirik və buna aid nümunə göstərmişəm burada. Bu nümunəni siz görürsünüz. Əvvəl nəqli cümlədir. Sonuncu söz oradan sonra gələn he əvəzliyi olduğuna görə deməli feilimizi ona uyğun seçmişik. Əgər sual formasında bu cümləni keçirsək, bu zaman sual formasında either orada, either you'ya yaxın olduğuna görə xəbəri ona uyğun seçmişik. Yəni subject verb agreementini mütləq şəkildə burada nəzərə almalıyıq. İnkar və inversiya cümlələrində İngilis dilində neither nor və yaxud da not only but also cümlənin tamamilə önünə keçəndə inversiya, yəni sual sırasında olduğu kimi olur. İnversiya dərsindən bunu bilirsiniz. Bu zamanda köməkçi feil önə gəldiyi üçün uzlaşma yenə birinci mübtədaya uyğun seçilir. Buna diqqət yetirirsiniz. Whether or ilə bağlı çox xüsusi bir məqamı nəzərinizə çatdırım. Whether or strukturunun xəbərlə uzlaşması digərlərindən bir qədər fərqlidir. Niyə fərqlidir? Bu testlərdə abituriyentləri çaşdıra biləcək sual tiplərindən birisidir. Çünki bu birləşmədə mübtəda budaq cümləsi, yəni noun clause olarsa, bu zaman daxildəki isimlərin tək və ya cəm olmasından asılı olmayaraq əsas cümlənin xəbəri həmişə tək olur. Buna diqqət yetirin. Nümunəyə də baxın. Whether you or your friends, baxmayaraq ki, burada friend cəmdir, xəbəri biz win verdik cəmdə. The price is not important veririk. Nədən? Çünki bu bütöv bir cümlənin mübtədası funksiyasına getdiyinə görə xəbəri tək verdik. Niyə is oldu? Çünki burada mübtəda tək bir isim deyil, bütöv bir cümlədir. Sənin yoxsa dostlarının qazanması, yəni mübtədamız budur, ona görə xəbəri izlə ifadə etdik. Bütöv bir budaq cümlələr mübtəda funksiyasında olanda xəbər həmişə təkdə olur. Bunu da təkrarlamış olaq. Daha sonra so, nəticə bildirən bağlayıcılardır. So haqqında çox geniş məlumat öz əksini tapıb burada vermişəm sizlərə. Aşağıdakı sözləri əvəz edə bilərik sonla. Therefore, thus, that's why, hence. Buna görə də beləliklə, as a result, consequently, nəticə etibarilə eyni ilə however qaydasında olduğu kimi, əgər boşluqdan əvvəl nöqtə və ya nöqtəli virgül gəlirsə, boşluqdan sonra isə virgül varsa, cavab heç düşünmədən therefore, thus və yaxud da consequently ifadəsini seçirsiniz, bağlayıcısını seçirsiniz. So isə adətən virgüllə belə ayrılmır. Nadir hallarda sadəcə iki sadə cümləni bir-birinə bağlayarsa, bu zaman onların ortasında virgül qoyula bilər və nümunədə siz bunu görürsünüz. It rained heavily. Therefore, virgül işarəsini fikir verin, the match was cancelled. Yağış bərk yağdı, buna görə də oyun təxirə salındı. So və that's why. Hər ikisinin mənası eynidir. Buna görə də odur ki, ona görə də kimi tərcümə olunur. Lakin aralarında fərq
və testlərdə köməyimizə çatacaq kiçik məqamlar vardır və bu məqamları sizlərə təqdim edirəm. Cümlədə istifadə forması, məna eyniliyi, hər iki struktur səbəb cümləsini nəticə cümləsinə bağlayır. Example, he was very tired, so və yaxud da that's why he went to bed early. Məna eynidir. Lakin durğu işarələri testlərdə sizin köməyinizə çata biləcək ən gözəl məqamlardandır. So adətən özündən əvvəl virgül gəlir. That's why adətən yeni cümlə kimi başlayır. Özündən əvvəl nöqtə və yaxud da nöqtəli virgül gəlir. Bəzən dərhal arxasında virgül də qoyula bilər. That's why. Deməli, so təxminən nələrə bərabərdir? Bir daha nəzərinizə çatdırıram. Bunlara fikir verin. Mənası bu səbəbdən deməkdir. Testdə so və ya that's why görsəniz, cavablarda eyni mənanı verən bu ifadələri də axtara bilərsiniz. That's why-in yerinə that's because, yalnız diqqət olaq ki, buna görədir ki mənasında tərcümə olunur. Tərcümənin tərsinə çevrilir bu zaman. That's why nəticəni, that's because isə səbəbi göstərir. Buna diqqət edin. Əziz dostlar, daha sonra so, saç ifadələrinə baxaq. Bildiyimiz kimi so özündən sonra sifət zərf tələb edir, saç özündən sonra sifət isim tələb edir. Bunu abituriyent vaxtından bilirsiniz və daha sonra mən sizə so, saçın kəmiyyət göstəricisi kimi ifadələrini bilirsiniz. So, zət və yaxud da saç zət ifadələrini də göstərəcəm. Amma yeri gəlmişkən sizə bunun təkrarını verim. Deməli, so'dan sonra many, few, much, little, deməli bu kəmiyyət göstəriciləri işlənə bilər. Saç yox, yalnız so işlənir. Buna fikir veririk. So'dan sonra many, few, cəm isim, saçdan sonra isə many və yaxud da much, few, little bunlar işlənə bilməz. Bu ifadələr səhvdir. So'dan sonra much, little az mənasında tək sayılmayan isimlərlə işlənir. Saçdan sonra dediyim kimi little, much işlənə bilməz, lakin bir istisna vardır. Saçdan sonra little işlənir. İndi bunu bir qədər aşağıda izah edəcəm. Saçdan sonra kəmiyyət göstəricisi kimi yalnız a lot of işlənə bilər. A lot of da bildiyimiz kimi həm salin, həm salimən tək və cəm isimlərlə işlənir. A lot of kəmiyyət göstəricisi heç vaxt so ilə işlənə bilməz. Ümumiyyətlə, yoldaşlar, so'dan sonra article, an article işlənə bilməz. Bunu da yadınızda saxlayın. Such a lot of money də desək düzdür. Salimən isim, such a lot of people desək də düzdür. Lakin little sözünün iki fərqli mənası var. Adətən testdə magistrlar və yaxud da ki, abituriyentləri çaşdırmaq üçün bu məqamdan istifadə edirlər. Little az kəmiyyət göstəricisi olduqda saçdan sonra işlənə bilməz. Lakin balaca, kiçik mənasında sifət olduğu üçün işlənə bilir saçdan sonra. Qaydaya görə sifətdən sonra sayıla bilən tək isim gələrsə, bu zaman artikel qoyulur. Deməli, saçdan sonra da sayıla bilən tək isim gəldikdə kiçik, balaca mənasında little işlənməyinə baxmayaraq, bu zaman artikel işlənə bilər. Buna aid bir misal göstərmişəm. She is such a little girl. O belə balaca bir qızdır. Və yaxud da əgər qız cəmdə olsa, deyərdik ki, they are such a little girls kimi ifadəni işlədə bilərik. Biraz bundan öncə qeyd etdiyim kimi saçı zət ifadəsi də vardır. Bu ifadənin orta hissəsində mütləq isim olmalıdır. Yaxud da sifət isim birləşməsi olmalıdır. Buna aid nümunəni görürsünüz. Daha sonra so 3.z. Bu da so özündən sonra necə ki sifət zərf tələb eləyirdi. Burada da özündən sonra sifət və yaxud da zərf də işlənə bilər. Mənim sizə diqqətinizi cəlb edəcək, yönəldəcək əsas məqamlardan birisi odur ki, altını çizərək deyirəm, so 3.z-lə so zəti bir-birinə qatışdırmayın. So zətdən sonra mütləq tam bir cümlə gəlir, yəni subject verb gəlir, mübtəda xəbər gəlməlidir. Çox vaxt so zətli cümlənin içində modal feillərdən istifadə olur. Yəni, so zət işlənən cümlədə adətən can, could, may, might, will, would kimi ifadələr istifadə olunur. Cümlənin strukturunu sizə göstərirəm. Cümlə, daha sonra so zət, üstə gələk subject, verb, modal feil işlənə bilir, feilin sadə forması. Bu zaman uzlaşması çox vacibdir. Buna fikir verirsiniz yoldaşlar. Testlərdə so zət görən kimi zaman uzlaşmasına diqqət yetirin. Burada əsas iki məqam vardır.
Birinci məqam ondan ibarətdir ki, sol zətdən əvvəlki cümlə indiki zamandadırsa, sol zətdən sonraki cümlədə can, may, will modal feilləri ilə işlənir. Buna aid nümunəni görürsünüz burada. Bir daha oxumuram, sonra rahat şəkildə özünüz video materialı dayandırıb baxa bilərsiniz. Əgər sol zətdən əvvəlki cümlə keçmiş zamandadırsa, sol zətdən sonraki cümlədə mütləq onların keçmiş formaları, yəni could, might, would işlənməlidir. Nümunəni verirəm. I studied hard so that I could pass the exam. Fikir verirsiniz, studied keçmiş olduğuna görə sol zətdən sonra gələn feili də could-la ifadə etmişik. İnkar cümlələrdə işlənməsinə fikir verir ki, bu da önəmli qaydalardan birisidir. Bəzən bir işi nəysə baş verməsin deyə ediriksə, bu zaman sol zətdən də istifadə edə bilərik. Sonraki inkar modal feillər can, couldn't, wouldn't kimi ifadələr də işlənə bilir. I wrote down his number so that I wouldn't forget it. Onun nömrəsini yazdım ki, unutmayım. Yəni, unutma ehtimalım var idi deyə unutmamaq üçün yazdım. Və s. nümunələrə baxa bilərsiniz. So that in order to və yaxud da to. Bunlar arasında bir fərq vardır. Buna da mənaca bir-birinə çox yaxın olsalar da fərqləri vardır. Hər ikisi məqsəd bildirir. Bunların ortaq xüsusiyyətidir. Lakin testlərdə onları bir-birindən ayırmaq çox asandır. Sözət tam cümlə, yəni subject, verb mübtəda mütləq tələb edir. Amma in order to və yaxud da to feilin sadə forması, birbaşa feil gəlir, mübtəda gəlmir. Gəlin nümunəyə baxaq. I went to London to learn, in order to learn English. Ya tolu məstər veririk, yaxud in order to learn veririk. Sol iki nöqtə zət ilə sol zət fərqini qarışdırmayın, buna fikir verirsiniz. Bir daha onun üzərindən keçirəm. Yanaşı yazılan nə isə etsin deyə məqsəd bildirir. Nümunəni görürsünüz. Amma sol zət ayrı yazılıb ortasında sifəti zərf gələn isə elə ki, yəni nəticə bildirir. Bunu da nümunələrdən baxırsınız. Birinci hissəni burada tamamlayıram. Bağlayıcının ikinci hissəsini də dərhal sizə yönəldirəm.